hal-hazırda Ərdəbildəyik. Ərdəbildə Şeyx Səfiyyəddin, onun oğlu, onun nəvəsi və Şah İsmail Xətainin məzarını görməyə gəlmişik. Gördüyünüz bu gözəl mənzərələri, insanlar axın-axın buraya gəlir. Biz indi gedəcəyik Şeyx Səfiyyəddin məzarını. Şah İsmail Xətainin altımızı ablası ki, Şeyx Səfiyyəddin ona qəbirdir. Sembolik yerində özü qəbir. İçində hesab yoxdur. Hesab yox. Toprağı 2 metr aşağılıqdadır. Onun dalında da bir dənə qəbri var. O Şah İsmailin öz dədəsidir. Şeyxə ilə. 2000-cisi Şeyx Səfiyyəddin oğlu Şeyx Səfiyyəddin Musa. Təqribən Şah İsmailin 5000-ci atasıdır. Bu da Şeyx İbrahim, Şeyx Səfiyyəddin Musa'nın nəvəsidir. Yəni Şeyx Səfiyyəddin 3000-ci oğul. Oğlunun Begoli oğlu, bu da Şeyx Səfiyyəddin oğlunun oğludur. 3000-ci nəslidir. Oradakı məzarlar. Orada İsmail Xətainin. Burada da bir dənə duvarda əl rəddi görəyirsiniz, çox yekədir. O əl rəddi öz əl rəddidir, sembolik, duvarda qazılınıb. O Şeyx Səfiyyəddin əksidir. Yox da Şah İsmailin. Onu göstərəsiniz. Buradakı məzarlar. Burada da Şeyx Səfiyyəddin ailəsi, xanımı, qızı, oğlanları, xanivadəsi orada basılır. Simbolik deyirlər, özüdür, qəbirlər. Yox da orada da yenə bu hələ sandıqları görəyirsiniz. Hamısı sembolikdir, içində hesab yoxdur. Əslisi 2 metr aşağılıqda basılır. O Şah İsmail'da deyirlər, sandığın içi Yox, boş. hayır, sandığın içi boş. 2 metr aşağılıqdadır. Şah Təhmasib, İsmail Xətainin oğlunun zamanında yazılınıbdır. Bu da Hecrinin 3000-ci əsrində, Miladinin 9000-ci əsrində yazılınıbdır. 1200 ildə qidməti vardır. Ceyranın dərisindədir, xətti də Kufidir. Nə gözəl. Oradakı daş nədir? O daş da onların İslamlı, Muğli. Üstündə Allahın 6 dənə adı yazılınıb. Hənnan, Mənnan, Sobhan, Rəhman, Borhan, Dəyyan. Yaz ərəbi adlardır ki, Allahın adlarını yazıblar onun üstündə. Onun xırdası da möhr imiş. Namələrində, məktublarında istifadə edilmişlər. Buradakı bu qablar da Bu hamısı. qablarda görürsünüz üstdəymiş. Hamısının yeri üstdəymiş, yeri hamısında. 1200 dənə çini qabı üstlərdə saxlanılmış. Onun özü nə zaman tikilib? Şah Abbas zamanında. Şah Abbas zamanında.